Meydan mərkəzinə tərəf gəlirlər. Fariz Yusifov hazırda Topaz Premyer Liqasının ən təcrübəli hakimlərdən biri və böyük ehtimalla Kubokun finalını da məhz Fariz Yusifov idarə edəcək. Naxçıvan Muxtar Respublikasında mayın 6-sında Qəbələ və Qarabağ arasında olacaq görüşü. Son oyunlarında da bu komandaların məhz ədalət təmsilçisi Fariz Yusifov idi və ondan iş orasında ki, heç bir komanda narazı qalmadı. Oyunu yaxşı idarə etdi. Tofiq Bayramov adına Respublika stadionunda keçilən maçda. Eləcə də Qəbələdəki oyunda da, son oyunda da Fariz Yusifov hakim olmuşdu. Bəli, bugünkü oyunu da Zirə Neftçi qarşılaşmasını da məhz o idarə edəcək və heyətlər haqda məlumat verməyin vaxtı gəlib çatıb. Meydan sahibləri Zirə komandasından başlayaq. Qapını qeyd etdiyim kimi bugün Anar Nəzirov qoruyur. 23 Yovan Kırneta artıq zədəsini sağaldı və start heyətində meydana çıxıb. Yovan Kırneta zərə səbəbindən Sumqayıtla maçda iştirak etmirdi, amma artıq Kırneta meydandadır. 39 Sadiq Quliyev, 44 Miguel Lorenzo, 16 Akim Latifu, 28 Təmkin Xəlilzadə, 8 Milan Düriç, 6 Vüqar Mustafayev, 10 Elvin Məmmədov, 20 Sezar Mezakoli və 43 Richard Gadze komanda baş məşqçisi Ayxan Abbasovdur. Qonaqlar Neftçi komandası, qapçı Boban Baykoviç, 6 Pavel Dreksa, 7 Namiq Ələskərov, 8 Zdenek Foprecht, 11 Ignacio Herrera, 12 Daniel Segovia, 15 Ruslan Abışov, 17 Rəhman Hacıyev, 27 Məqsəd İsayev, 29 Georgi Navalovski və 95 Elvin Bədalov komanda baş məşqçisi Elxan Abdullayevdir. Bugün Neftçi niyyətində Məqsəd İsayev oynayacaq. Yarım müdafiənin sol janrında Rəhman Hacıyev çıxış edir. Milan Düriç həmin epizodda dəqiq oynadı. Şansını boşa vermədi. İndi sol cəhətdə Neftçinin hücumu Rəhman Hacıyev uzaqdan qapıya zərbə vurur, ancaq bu zərbə o qədər də qüvvətli deyildi və Anar Nəzirov üçün topu tutmağı o qədər də çətin olmadı. Əla formadaydı, amma get-gedə nədənsə formasını itirdi və son maçlarda biz Ruslanın Qəbələ niyyətində o qədər də parladığını görmürdük. İndi cərmə idacasına ötürmə, amma Gadze'nin zərbəsi dəqiq alınmır. Boban Baykoviç qapıdan zərbə ilə topu oyuna daxil edəcək. Bədəlov. Elvin Məmmədov topu ondan almağa cəhd göstərdi Neftçi futbolçuları, amma buna müvəffəq ola bilmədilər. Elvin ötürməsi Gadze istiqamətinə oyundan kənar vəziyyəti yox idi, amma Baykoviç topa daha tez çatır. Neftçi müdafiə xətti elə ki diagonal ötürməsi sol cana bərk alındı. Bu ötürmə topa çata biləcək, amma çatdı topa. Zirənin futbolçusu Təmkinin qapı qarşısı ötürməsi Baykoviç topu əlindən buraxır, amma hücum davam edəcək. Qapıya zərbə olacaq, amma Baykoviç növbəti dəfə komandasını qoldan xilas edir. Qapıdan zərbə ilə topu oyuna daxil edir və təkrar izləyirik. Budur zərbə və Baykoviç yaxşı oynayır bu epizodda. Elvin Məmmədov, Elvin indi yaxşı irəliyir, bir futbolçun keçdi Elvin topladı hələ ki onun ötürməsi Mezakoli. Mezakolinin qapıya zərbəsi, amma istənilən kimi alınmır zərbə və top qapıdan aralı keçdi. Hələ ki Neftçinin göstərdiyi oyun əlbəttə ki Avrokuboklara iddia eləyən komandanın oyunu deyil. Daha bir Məqsəd İsayev. Rəhman Hacıyev sürətlidir, bir futbolçun keçdi ötürməsi irəliyə doğru. Ignacio Herrera qapıya zərbə vurmalar, Herrera'nın zərbəsi və top qapıda olur. Neftçi hesabı açır. Ignacio Herrera. Neftçi maçda yaratdığı ilk real gol vəziyyətini qola çevirməyə bacarır. Zirə dəfələrlə Neftçi qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsa da bundan istifadə edə bilmirdi, amma 34-cü dəqiqədə Neftçi istəyinə çatır. Herrera. Ignacio Herrera, Çilili futbolçunun fərdi ustalığı mən deyərdim ki, bu qolda önəmli rol oynadı. Yaxşı keçdi Kırnetanı və uzaq küncə zərbə. Anar Nəzirov da bu epizodda heç nə bilmir. Və sarı vərəqə təbii ki, formasını əynindən çıxardığı üçün Herrera'ya göstərilir. Gadze əla keçdirək müdafiəçini. Cərmə idacasında yerə yıxılır və Fariz Yusifov davam işarəsi verdi. Qayda pozulmamışdı. Neftçinin indi əks hücumu, bayaq qeyd etdiyim əks hücumlar bu cür reallaşacaq. Rəqibə bu cür rahat şəkildə cərmə idacasına daxil olmağa imkan vermək olmaz. Amma biz bunu dəfələrlə gördük. Gadze yaxşı buraxdı topu. Gadze və bu dəfə yenə də yıxmayıblar. Hakimin fikrincə Gadze'nin Fariz Yusifov davam işarəsi verir. Gadze ilə mübarizə aparmaları çox çətindir. Neftçi müdafiəçilərinin və Gadze'yə sarı vərəqə. Baxırıq təkara.
Yox, düzü bu rakusdan mənə gəlir ki, qaydanı pozmamışdı. Bəlkə bu rakusdan görünür. Amma ayağı hardaydı. Neftçinin müdafiəçisinin, bax, əsas məsələ budur. Vəziyyət dəyişib. İndi Neftçinin biz daha çox təhlükəli hücumlar qorduğunu görürük. İndi görək Zirənin hücumu necə alınacaq. Və top qapıdadır, top qapıdadır. İnanılmaz bir gol. İnanılmaz bir gol. Top qapı dirənə deyərək qapıdan keçir. Zadədə baxırıq. Bu yəqin ki, ötürməkdir cəl meydançasına. Fantastik bir gol alınır. Baykoviç yalnız dirəyə baxa-baxa qaldı, həm də dirəyə dəyən topa da baxırdı təbii ki. İkisi bir arada və hesab bərabərləşir. Təmkinin qolu maçın 42-ci dəqiqəsi hesab bərabərdir. Dəfələrlə izləməyə deyər. Cəl meydançasına ötürmə verir, amma həmin mövqedə heç kim yox idi. Zirənin futbolçularına Qadzev fikir verin. Gəldi yerində qapıya zərbə vurmağa imkanı tapdı. Gələndə Zirəyə mən xatırlayıram, o qədər də formada değildi. Çox ağır təsir bağışlayırdı bu oyuncu, amma get-gedə Milan Zürich Zirənin ən önəmli vacib futbolçularından birinə çevrilə bildi. Rəhman topu qəbul edir, Rəhman Hacıyev. İləliyə ötürmə vermək olar. Zadan qapıya zərbə, amma top düz Anar Nəzirovun üstünə getdi və Zirənin qapısı topu tutmaqda çətinlik çəkmir. Məqamda dəqiq ötürmə olmadı. Yenidən Vüqar Mustafayev topu komandasına qazandırdı. Elvin Məmmədovun uzaqdan zərbəsi qeyri dəqiq alınır. 15-ci 20-ci dəqiqədə onlar artıq stadionu tərk etdilər. Və Elvin Məmmədov qapçı ilə üzbəüz qalır, amma yerə yıxılır cərimə meydançasında. Topu qapıya göndərə bilmir Elvin Məmmədov. Baxırıq təkara, budur top düz Elvinin önünə düşür və Elvin bu şansdan yararlana bilmir. Mezakolli sıçradı top Neftçi futbolçusuna deyərək. Cərimə meydançasına tərəf Mezakolli və Foprekdən bəli. Foprek bu meydanda ən bəlkə zəiflərdən biridir. Bəli, Forza Neftçi və indi Qadze. Qadze ala keçdi, qaydanı pozmamışdı direksiyaya qarşı. Pədəlovla cərimə meydançasında üzbəüzdür Qadze, amma zərbə alınmır. Bəli, Forza Neftçidən mən qeyd etmişdim. Onlar stadionu deyilənə görə özləri tərk ediblər. Elvin Məmmədov zərbə vurma imkan tapmadı. Solcaqla ötürmə verir təmkini. Onun qapı qarşısına ötürməsi və zərbə vura bilmir heç biri və Elvin Məmmədov zərbəsi top qapı dirindən geri qayıdır. Qadze top qapı xəttini keçmişdimi və nəhayət ki top qapı xəttini keçdi. Zirə ikinci gol vurur. 2-1. Akim Latifunun aktivinə yazılır. Səhv etmirəmsə bu gol. Təkara baxırıq. Bəli, Qadze. Amma Qadze vurandan sonra iş orasından top qapı xəttinə keçdiyə keçmədi. Bax, bunu aydınlaşdırmaq lazımdır. Baxaq indi Qadzenin vurduğu top. Burada demək çətindir. Hər halda qol Akim Latifunun adına yazılacaq. Çünki Baykoviç topu geri qaytardı deyəsən. Kifayət qədər azarkeş var. Kifayət qədər deməzdim. Amma dəstələyən azarkeşlər var. Daha bir ötürmə cərimə meydançasına Sadiq Quliyev və növbəti qol olacaq amma oyundan kənar vəziyyət idi. Keçirilirdi. Qapı qarşısına ötürmə. Top bütün futbolçular aşıb keçdi. Segovia çətin vəziyyətdən qapıya zərbə vurdu, amma Anar Nəzirov yerindədir. Məqsəd Sayev və indi Neftçinin hücumu təhlükəli alına bilər. Məqsəd Sayev qapçı ilə üzbəüz qaldı, amma top qapıya getmir. Növbəti zərbə olacaq, amma qapı istiqamətində daha bir zərbə. Anar Nəzirov yerindədir. Bəli, Ruslan Abuşov əvəzlənərkən də ilk limiti pozulubdur Neftçi niyyətində. Cəmi 3 dəqiqə sonra bunu aradan qaldırmağa çalışdı, amma 3 dəqiqədə artıq legionin limiti pozulmuşdu və bu arada təhlükəli vəziyyət Anar Nəzirov yaxşı oynayır. İnsan komitəsinə Neftçi texniki məlubiyyət versə, həmin qərar yenicə istifadəyə verilmiş Neftçi muzeyində olacaq ya yox. Və Neftçi hesabı bərabərləşdirir Neftçi. Nəhayət ki, ikinci qol vurur, hesab 2-2 oldu və baş məşqçi də sevinmir, fikir verin, sakit oturub yerində. Çünki yəqin ki, artıq onların da məlumatı var. Qolun təkrarını yenidən izlədik. Sarjantdan Namiq Ələsgərovun ötürməsi cərimə meydançasına və budur. Saniyələri gedir. Fariz Yusifov da sağ adına baxır. Tez-tez Neftçi futbolçuları yan xəttdən topu oyuna daxil etdilər və görüş yekunlaşır. Zirədə Zirə Neftçi qarşılaşması 2-2 hesabı ilə başa çatır. Eçeçə qeydə alındı bu oyunda.